Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiya vel murselin nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Əziz, möhtərəm, müsəlman bacı və qardaşlarım. Sual-cavab layihəmizə qaldığımız yerdən davam edirik. İnşallah çalışacağıq ki, hər ay ən azı bir dəfə bizə gələn suallarınıza cavablandıraq. Suallara keçməmişdən qabaq, qardaşlar, sizdən xahiş edirəm ki, kanala abunə olmayanlar kanala abunə olsunlar, videoları bəyənib paylaşılsınlar ki, çox adama bu xeyri çatsın. Və sizin də bu işdə əliniz olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, kim xeyrə yönləndirərsə, onun etmiş savabı qazanır. O xeyri, yəni etmiş savab qazanır. Görün sizin əlinizdə nə qədər insan faydalanacaqsa bu sual-cavabdan, o qədər sizə də savablar gedəcək. Sonra suallarda gələnlər, bütün qardaşlar salam veriblər və dualar ediblər və verilən bütün salamları deyirəm ki, və aleykumussalam və rahmetullahi və berekatuh və dualarınıza da əmin deyirəm və mənə nə xeyirlər istəyirsinizsə, Allah subhanahu taala sizə də onları müvəffəq etsin. Və sıra nömrəsi ilə davam edirik. 605-ci sual. Sualda taksi sürücüləri haqqında soruşur. Yəni orada xidmət edən vaxtı taksi sürücüləri maşına oturanlar barəsində soruşur. Bəzən olur deyirlər ki, qadın oturur, qadınla təkbətək qala bilirsən, xəlvətdə qala bilirsən, yəni maşında və ya içki əlində maşına oturur və yaxud deyir ki, filan içki məclisinə və yaxud filan falçıya sür. Bunlar haqqında soruşulur qardaş. Ümumiyyətlə bilmək lazım ki, qardaş, ümumiyyətlə bütün taksi sürücülərinə aiddir. Taksi sürücülük ümumiyyətlə biraz çətin bir peşədir, həm də bəlalı bir peşədir. Ona görə Allahdan sizə səbir diləyirəm. Və sonra hər bir məsələdə olduğu kimi bu məsələdə də Allahdan qorxmaq lazımdır. Çalışmaq lazımdır ki, insafla, Allahdan qorxaraq işləyəsən, insanlara xidmət göstərəsən və onunla pulu qazanasan, ruziyu qazanasan. Çünki ruzi Allahın əlindədir. Sən insanları aldatsan da, aldatmasan da, Allah subhanahu taala sənə ruziyu yazıb. Yəni aldatsın, o ruzindən azalacaq, bərəkət gedəcək. Amma aldatmasan, düz işləsən, Allah subhanahu taala sənin o qazandığın az ruziyə belə bərəkət verəcək. Və sonra Uca Allah bizə Quran-ı Kərimdə buyurur ki: "Və təavunu aləl birri və təqva və la təavunu aləl ismi vəl udvan." Xeyir və təqva işlərində bir-birinizlə yardımlaşın. Günah və asiliklərdə, düşmənçilikdə bir-birinizlə yardımlaşmayın. Taksidə ola bilsin ki, hansısa bir kəs əlində içki ilə daxil olur. Deyir ki, mən bunu filan yerə aparmalıyam. Məni tez çatdır ora və yaxud məni ora apar. Belə olduğu halda sən də ona yardım etmiş olursan. Ona görə belə xidmətlərdən qaçın. Və yaxud kimsə deyirsə ki, məni filan cadügarın yanına apar, falçının yanına apar, sehirbazın yanına apar. Bu da belə əməllər günah olduğuna görə sən onu ora aparsan, ona yardım etmiş olacaqsan. Eləcə də qadın oturursa, bilirsiniz ki, qadınla kişi bir maşında və yaxud bir xəlvət bir otaqda qala bilməz. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm xəlvətdə qalmaqdan çəkindirərək buyurur ki, ona qayın barəsində sual verirlər ki, bəs qayınla xəlvətdə qala bilərmi? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qayın ölüm kimidir. Yəni qayınla belə xəlvətdə qalmaq olmaz, bir otaqda qalmaq olmaz. Maşında da tək olduğuna görə bir otaq xəlvət sayıldığına görə çalış ki, tək qadını aparma. Yanında başqa bir qadın olarsa və yaxud başqa bir məhrəmi olarsa problem yoxdur, apar. Amma tək olan vaxtda aparma. Çalış ki, bunlardan uzaq dur. Amma hər hansı bir şəxs gəlir, sənə deyir ki, kişidir, deyir ki, məni filan yerə apar. Gedib çatandan sonra görürsən ki, ora falçının evidir və yaxud ora içki məclisidir və yaxud hansısa bir şər yeridir, günah yeridir. Bunda inşallah ki, sənə qəbahət yoxdur və yaxud günah yoxdur. Və ya sən kimisə aparırsan, yolda gördün ki, çıxarıb siqaret çəkdi, siqaret çəkir. Təbii ki, maşında icazə vermə, sənin əlində olmasın. Və yaxud görürsən ki, sumkasından içki çıxdı, yol gedən vaxtı. Bunda da inşallah sənə günah yoxdur. Təbii ki, sən bilmirdinsə də əvvəldən bu içki daşıyır harasa və yaxud hansısa bir haram bir şeyə daşıyır harasa, bu zaman inşallah ki, sənə bir günahı yoxdur. Daha doğrusunu Allah bilir. 606-cı sualda qardaş soruşur ki, gecə namazına daha gümrah oyanmaq üçün
nə etməliyik və yaxud nələri etməliyik? Ümumiyyətlə, gecə namazı fəzilətli ibadətlərdən biridir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, ən fəzilətli fərz namazından sonra ən fəzilətli namaz bir kəsin gecə vaxtı qıldığı namazdır. Bunun fəziləti böyük olduğu kimi, bunun məsuliyyəti də böyükdür. Və böyük məsuliyyət olduğu kimi, bu mövzu da böyük, geniş bir mövzudur. Bu mövzu barəsində inşallah ətraflı bir video dərs çəkib inşallah paylaşacaq. Amma qısa olaraq bəzi səbəblər getirəcəm, bir neçə səbəb getirəcəm inşallah. Bunlar inşallah insanın gecə namazında durmağına yardım edir. Bu səbəblərdən birincisi Allaha ixlaslı olmaqdır. İxlaslı kəs inşallah ki, gecə namazlarına durmağı bacaracaq. Uca Allah Quran-Kərimdə buyurur ki: "Və umiru illə liya'budullaha muxlisina lehu'd-din." Onlar yalnız dini Allaha ixlaslı edərək ona ibadət etməyə əmr olunub insanlara. Səbəblərdən biri də İnsan gecə namazına durmaq üçün hiss etməlidir ki, uca Allah onu öz qarşısına çağırır. Çünki uca Allah Quran-Kərimdə buyurur ki: "Ya eyyuhel muzammil qumil leylə illə qalilə nisfahu aw yunqis minhu qalilə aw zid alayhi və rattilil Qur'an tərtilə." Ey yorğanına bürünmüş, gecənin az bir hissəsini dur və yaxud onun yarısını dur və yaxud ondan az və yaxud ondan biraz çox dur, gecə namazlarını qıl və Quranı gözəl şəkildə oxu. Bu Allahın bizə çağırışıdır, bizə əmridir. Sən bunu hiss etsən, inşallah ki, Allahın çağırışını hiss etsən, inşallah ki, gecə namazlarına dura bilərsən. Və səbəblərdən biri də gecə namazının fəzilətini bilməkdir. Necə ki, bayaqki hədisdə dedim, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki: "Əfdalus salati ba'das salatil məktubə as-salat fi jawfil leyl." Fərz namazlarından sonra ən fəzilətli namaz bir kəsin gecə vaxtı qıldığı gecə namazıdır. Və səbəblərdən biri də salih sələflərin halına baxmaq, onların sözlərini oxumaq gecə namazı barəsində və onlar necə həris olduqlarını görmək. Necə ki, Səbit Əl-Bunani rahimehullah buyurur ki, mən qəlbimə daha ləzzətli gələn, yəni mən gecə namazından daha çox qəlbimə ləzzət verən başqa bir şey tanımıram. Eləcə də səbəblərdən biri də sağ çiyin üstə yatmaq və dəstəmazlı yatmaq. Bu iki səbəbdir. Bu barədə də Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlib ki, o buyurur, yatağına uzandığın zaman namaza aldığın kimi dəstəmaz al və sağ çiyin üstə uzanıb yat. Bu da insanı daha yaxşı gecə namazında durmağına səbəblərdən biridir. Və səbəblərdən biri də gecə tez yatmaqdır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm işə namazından əvvəl yatmağı, sonra danışmağı xoşlamazdı. Yəni işə namazından sonra dərhal yatardı ki, gecə namazlarına dura bilsin. Səbəblərdən biri də şəriətdə gələn yatan vaxtı olan zikirləri oxumaqdır. Hədislərdə bu barədə çoxlu hədislər gəlib, birində də Peyğəmbər sallallahu əleyhi və səlləm gəlir ki, Ənəs radiyallahu anhdan gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yatmaq istəyən vaxtı deyirdi ki, Elhamdülillahiləzi ət'amənə və səqanə və kəfənə fəkəm mimmən lə kəfiyə ləhu və lə mu'uyə ləh. Bu zikri edərdi. Və eləcə də başqa zikirlər gəlib, onlar da edərdi. Səbəblərdən biri də çoxlu yeyib içməyi tərk etməkdir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "Məmələ ədəmiyyun vu'an şərrə min batnihi." Adəm övladı qarnından daha şərli bir qabı doldurmamışdır. Ona görə çalışmaq lazımdır, yatan vaxtı az yemək yeyəsən və yaxud heç yeməyəsən ki, gecə rahat yatıb, rahat dura biləsən. Və səbəblərdən biri də insan özü nəfsi ilə cihad aparmalıdır, çalışmalıdır ki, dursun. Uca Allah Quran-Kərimdə buyurur ki, وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Bizim üçün cihad edən çalışanı biz öz yolumuza yönləndirərək. Kim çalışarsa, o ona müvəffəq eləyər. Eləcə səbəblərdən biri də günahlardan, asiliklərdən çəkinməkdir. Fudayl ibn İyad rahimehullah buyurur ki, əgər sən gecə namazlarına, gündüz oruclarına müvəffəq olmursansa, bil ki, sən məhrum olmursan, həbs olunmusan. Günahların səni həbs edib. Bu həbsdən çıxmaq üçün günahlardan qurtulmaq lazımdır. Səbəblərdən biri də öz nəfsini mühasibə etmək, hesabata çəkmək və durmadığına görə öz nəfsini qınamaq.
Uca Allah Kur'an-ı Kerim'de buyurur ki: "Ya eyyühellezine amenuttakullaha vel tenzur nefsun ma qaddemet liqad vettekullaha innallaha habirun bima ta'malun." Ey iman getirenler, Allah'tan qorxun. Qoy sizdən hər bir kəs sabaha nə hazırlayacağına baxsın. Allah'tan qorxun. Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Qoy insan baxsın ki, hansı əməllər edib, özünü hesabata çəksin. İnşallah ki, o səbəb olar gecə namazlarını qılmağa. Allah hər birimizi gecələri namaz qılan, gündüzləri oruç tutan, Allah'ın itaətlərini edən qullardan etsin. 607-ci sualda qardaş soruşur ki, batil bayramlarda verilən əlavə maaşı götürmək olarmı? Bəzən olur ki, müsəlman ölkəsi olsaq belə və yaxud hansısa kəs müsəlman ölkəsində olsa belə, bəzən onların işlədiyi idarələrdə və yaxud iş yerlərində batil bayramlar keçirirlər. Yəni müsəlmanlara aid olmayan bayramları müsəlmanlar keçirirlər. Bəzən onlara əlavə hədiyyələr və yaxud maaşlar verirlər. Bunları götürmək barəsində ümumiyyətlə hətta kafir olsa belə, müsəlman olmayıb, kafir olsa belə, kafir ölkəsində olsa belə onlardan hədiyyə qəbul etməkdə heç bir problem yoxdur. Bu onların bayramında iştirak etmək, onların bu sevincinə qatılmaq sayılmır. Sadəcə sən götürsən ki, xeyirxahlıq, qəlbləri İslamı isindirmək babından və yaxud müsəlmandırsa onları uzaqlaşdırmamaq baxımından, dəvət baxımından götürürsən və burada da heç bir problem yoxdur. Uca Allah Kur'an-ı Kerim'de buyuruyor ki: "La yenhakumullahu anillezine lem yuqatilukum fid-din ve lem yukhrijukum min diyarikum en teberruhum ve tuqsitu ileyhim vallahu yuhibbul muqsitin." Allah din uğrunda sizinle vuruşmayan ve sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Yəni onlara xeyirxah davranmağı, onlarla insafla davranmağı Allah Subhanahu taala bizə qadağan etmir. Əslində onlarla gözəl davranmaq lazım ki, İslam'a dəvət olsun. Bu o demək deyil ki, onlarla dostluq etmək lazımdır, onları sevmək, onların bayramlarını sevmək lazımdır. Xeyr, ondan uzaq durmaq lazımdır. Amma onlara qarşı onlardan hədiyyəni qəbul etmək, onlara qarşı xeyirxahlıq, yaxşılıq və onlarla insafla davranmaqdır. Necə ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, hətta kafirlərdən gələn hədiyyələr barəsində buyurur ki, onların bayramında onlardan gələn hədiyyəni qəbul etmək barəsində hətta Əli radiyallahu anhu Neyruz bayramında onlardan hədiyyəni qəbul edib. O Neyruz bayramını keçirənlərdən o hədiyyəni qəbul edib. Necə ki, başqa rivayətdə də gəlir ki, bir qadın Ayşə radiyallahu anhadan soruşur ki, bizə məcusilərin bayramından hədiyyələr gəlirdi və o da onların bayramı olduğuna görə bizə onlardan hədiyyə verirdilər. Ayşə radiyallahu anha deyir ki, o bayram üçün kesilən qurbanları yeməyin, amma başqa hədiyyələri qəbul edin, başqa yeməkləri yeyin. Yəni o bayramlara xas olan hər hansı bir yemək və yaxud hər hansı bir hədiyyə varsa, həm onları qəbul eləmə. Yəni deyək ki, hansısa bayramda deyək ki, boyanmış yumurtadır, bu o bayrama xas olan bir atributdur və yaxud onlara xas olan bir yeməkdir və yaxud deyək ki, balqabaqdır, onu hansısa bayramda xas hədiyyə edirlər. Belə şeylər xas olan hansısa bir yemək varsa və yaxud yas yerində görsən olan halvadır, belə şeylər varsa, bəli, onları yemə. Amma adi bir şeydirsə, adi yeməkdirsə, aş gəlibsə, deyək ki, bozbaş gəlibsə və yaxud əlavə maaş verirlərsə, bunu qəbul etməkdə heç bir problem yoxdur. Daha doğrusu Allah bilir. 608-ci sualda qardaş soruşur ki, müsəlman kəs müşriklə evli qala bilərmi? Ümumiyyətlə, Uca Allah bizə ilk başlıqda müşrik qadınla evlənməyi, müsəlman qadınlara da müşrik kişiyə ərə getməyi qadağan edir. Necə ki, Uca Allah Kur'an-ı Kerim'de buyuruyor ki, وَلَا تُنْكِحُ الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنْ وَلَا أَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ. Müşrik qadınlarla nikah etməyin. Onlar iman getirməyən kimi nikah etməyin. Mömin qul qadın o müşrikdən daha xeyirlidir. Sizin xoşunuza gəlsə belə. وَلَا تُنْكِحُ الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَا عَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ. Qadınlara da buyurur ki, müşrik kişilərə ərə getməyin, iman getirənə kimi. Müsəlman, mömin qul müşrikdən daha xeyirlidir, sizin xoşunuza gəlsə belə. Ulaike yed'una ilen-nar. Onlar oda çağırır. Vallahu yed'u ilel cenneti vel mağfirati biiznih. Allah
izni ilə cənnətinə və məğfirətinə çağırır. Və yubeyyinu ayatihi lin-nasi la'allahum yetezekkerun. Və öz ayələrini insanlara bəyan edir ki, bəlkə xatırlayalar. Bu ayədə Uca Allah bizə qadağan edir müşriklərlə evlənməyi. Amma nə vaxtsa evli olmusansa, İslam'a gəlmisənsə, hansısa kafir ölkəsində olmusan, başqa dində olmusan və yaxud dinsiz olmusan, artıq İslam'a gəlmisən, sənin həyat yoldaşın hələ də İslam'a gəlməyib, hələ də müşrikdir. Allah şərik qoşur və İslam'ı qəbul etmir. Tövsiyə olunur ki, ilk öncədə nəsihət eləyəsən, bəlkə İslam'ı qəbul etdi. Yəni ilk öncədə İslam'a sən daxil olan kimi birbaşa mənə haram deyib boşama. Əksinə onu dəvət elə, gözəl şəkildə dəvət elə. Bəlkə o da qəbul etdi. Peyğəmbər sallallahu əleyhi və səlləm bir kəsin, bir müşrikin, bir kafirin İslam'a gəlməsi ilə elə sevinərdi, gözlərindən yaş gələrdi. Və çalış ki, sən də onu dəvət elə. Bəlkə o da İslam'a gəldi, bir kəs sənin əlində İslam'a gəldi. Yəni dərhal onu boşamağa çalışma. Və dəvət etdikdən sonra, yəni bunun üzərindən müddət keçdikdən sonra, əgər ondan sonra İslam'ı qəbul eləməsə, o zaman ixtiyar sahibisən, boşaya bilərsən. Amma ilk öncədən almaq qərarına gəlsə, müşriklə evlənməyi qadağan edib İslamımız bizə. Müşriklə evlənməyi qadağan edib. Kitab əhli ilə evlənməyi icazəli verib Uca Allah Quran-Kərimdə bizə. O da ona görədir ki, onlar kitab əhli Allaha iman edirdilər. Baxmayaraq ki, Peyğəmbərə sallallahu əleyhi və səlləm iman eləmirdilər. Amma onlara qız verməyi qadağan edib. Çünki biz onların peyğəmbərlərinə iman etmişik, biz onların qadınlarını ala bilirik, evlənə bilirik. Amma onlar bizim peyğəmbərə iman etmədiklərinə görə biz onlara qızlarımızı, bacılarımızı verə bilmirik, ələ verə bilmirik. Onlar nə vaxt qəbul edərlər, ondan sonra verə bilərik. Burada kitab əhli ilə evlənmək də o zaman olur ki, o kitab əhlindən öncə iman əhli axtarırsan. İman əhli axtarıb tapmadıqda, məcbur qaldıqda ala bilərsən, kitab əhlindən evlənə bilərsən, qadın ala bilərsən. Allah daha doğrusu bilir. 609-cu sualda qardaş soruşur ki, bidət əhlinin cənazə namazını qılmaq olar. Ümumiyyətlə, bidət əhli müsəlman olduğuna görə onun cənazə namazını qıla bilərsən. Amma bidət əhli, günah əhli, bunlarla iman əhli və yaxud düzgün əqidə əhli arasında fərq qoymaq lazımdır. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm fərq qoyardı. Günahkar üçün, özünü öldürən üçün fərq qoyardı. Bəzən səhabələri namaz qılsa da Peyğəmbər sallallahu əleyhi və səlləm namaz qılmazdı günah əhli üçün. Bu da onu göstərir ki, insanlara ibrət olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm qılmazdı və məscid imamlarına, elm tələbələrinə də belə halda o kəslər üçün namaz qılmamaları lazımdır ki, insanlara ibrət olsun. İnsanlar desinlər ki, bu günah etdiyinə görə hətta məscid imamı, hansısa elm tələbəsi, hansısa alim onun cənazə namazında iştirak eləmədi. Günahlardan uzaq dursunlar, ibrət alıb uzaq dursunlar deyə. Amma ümumi olaraq müsəlman olduqlarına görə icazəlidir. Bəzən olur ki, bidət əhlinin bidəti şiddətli olur. Bəzən o şiddət Allaha qarşı üsyana, o bidəti Allaha qarşı şirkə, küfrə aparır. O zaman uzaq dur. Və bəzən də insanlara qarşı fəsada aparır. O bidətçinin bidəti o qədər şiddətlidir ki, müsəlmanlara nifrəti, insanlara zərəri o qədər çoxdur ki, bəzən onun da namazını, cənazə namazını tərk etmək lazımdır. Və bəzən də ola bilər ki, cənazə namazında iştirak etməklə insanlara pis nümunə ola bilərsən. Elə bidət əhlinin. Yəni bidəti o qədər güclüdür ki, o qədər bidətçi olub ki, azğın bidətçi olub ki, onun cənazəsində iştirak etməklə insanlar deyə bilərlər ki, o düz yolda olub ki, bunlar da onun cənazə namazında iştirak edirlər. İnsanlar pis örnək olunmaq üçün tərk edə bilərsən. Yenə də deyirəm, bəzən günahkar bidətçi ilə müminin cənazə namazında fərq qoymaq lazımdır. Müminin cənazə namazında çalışmaq lazımdır ki, çox adam iştirak eləsin. Çünki bilirsiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurub ki, bir müminin cənazə namazında 3 səhv cəmaat namaz qılarsa, ona cənnət vacib oldu. Ona görə çalışmaq lazım ki, müminin cənazə namazında daha çox iştirak edəsən. Ona az nisbətdə günahkar və bidətçinin cənazə namazları. Daha doğrusunu Allah bilir. 610-cu sualda qardaş soruşur ki, böyük günahlar savabları silirmi? Ümumiyyətlə, Şeyxülislam İbn Teymiyyə rahimehullah böyük günahlardan danışan vaxtı buyurur ki, səhabələr, əhl-i sünnə alimləri
hamısı ittifaq ediblər ki, böyük günah sahibi cəhənnəmdən çıxacaq. Yəni əbədi olaraq cəhənnəmdə qalmayacaq. Nə vaxt ki onlara şəfaət olunacaq, o cəhənnəmdən çıxacaq. Amma bir günah isə mümkün deyil ki, əməlləri puç eləsin. Böyük günah olsa belə mümkün deyil əməlləri puç eləsin. Lakin bəzən ola bilər ki, bir günah, böyük günah insanın bəzi əməllərini silsin. Bu da ola bilər. Amma bütün əməlləri küfürdən başqa bir şey silmir. Necə ki, bütün günahları tövbədən başqa bir şey silmir, böyük günahları. Amma hədisdə də gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "La'a'lamanna aqwaman min ummati ya'tuna yawmal qiyamati bi hasanatin amsalil jibali ittihamatin bida feyec'aluhu Allahu azza ve celle haba'an mansura." Deyir ki, mən elə insanlar bilirəm ki, mənim ümmətimdən gələcəklər, onlar qiyamət günü Tihama dağı qədər savablarla gələcək, Allah onları sovrulmuş toz dənəcikləri kimi soru aparacaq. Səvban radiyallahu anh buyurdu ki, hədisi rivayət edən sahabə buyurdu ki, ey Allahın elçisi, bizə o arasında məlumat verir ki, biz bilmədiyimiz halda onlardan olmayaq. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, onlar sizin qardaşlarınızdır. Sizin cildinizdən, sizin dərinizdən olan sizin qardaşlarınızdır. Onlar da sizin kimi hətta durub gecə namazlarını belə qılacaqlar. Sadəcə onlar günahlarla xəlvətə düşdüyü zaman o günahlara düşəcəklər. Bu barədə Allah elçisinin sallallahu əleyhi və səlləm xəbəri var ki, o kəslər ki, onlar böyük günahlardan bəzilərini eləyəcəklər, onların əməlləri puç olacaq. Yəni bu da göstərir ki, günahlar, böyük günahlar bəzi əməlləri puç edir. Əməlləri tam olaraq silməsə də bəzi əməlləri silir. Ona görə də tez bir tövbə eləmək lazımdır. Nəsuh tövbə eləmək lazımdır. Böyük günahlarda israr etmək olmaz, təhlükəlidir. İnsanı Allah qorusun cəhənnəm oduna, əməllərin silinməsinə apara bilər. Daha doğrusunu Allah bilir. 611-ci sualda qardaş soruşur ki, süni insan orqanı düzəltmək olar. Yəni qardaş deyir ki, mən mühəndis işləyirəm, bəzən belə işlər olur. Bunu bir neçə qismə bölmək olar. Yəni bəzən ola bilər ki, sənin düzəltdiyin insan orqanları insanlara fayda versin. Misal olaraq insan ayağı üçün və yaxud əli üçün protez ayaq, əl düzəltmək. Belə bir şeydə heç bir problem yoxdur. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında səhabələrdən birinin cahiliyyət vaxtı burnu kəsik imiş, ona gümüş burun düzəltib qoymuşlar. Peyğəmbər sallallahu əleyhi və səlləm İslam'a gələndən sonra görür ki, o irinliyi Peyğəmbər sallallahu əleyhi və səlləmə şikayət edən vaxtı Peyğəmbər sallallahu əleyhi və səlləm əmr elədi ki, o gümüş burnu qızıl burunla əvəz etsinlər. Yəni o protez burun düzəltib ona qoyublar ki, o ona zərər verməsin, irin verməsin, çirk verməsin. Yəni belə şeylər düzəltməkdə heç bir problem yoxdur. Eləcə dişdir. Düzəltirsən, insanlar onunla faydalanır, protez diş deyək, insanlara fayda verir, fayda verəcək şeylərdir. Və ola bilər ki, insan orqanı hansısa bir, belə deyək, insanın orqanını düzəltib, onun insanlara nümayiş etmək üçün və yaxud onun insanlara öyrətmək üçün tibbdə, belə şeylərdə də heç bir problem yoxdur. Amma insanın üzün düzəltmək, bir maket kimi düzəltmək, belə şeylərdə problemdir. İnsan üzünü düzəltmək olmaz, insan çəkmək rəsm kimi və ya onun sürətini çıxartmaq olmaz. Amma başqa orqanlar olaraq insanlara fayda vermək üçün, göstərmək üçün, öyrətmək üçün belə şeylərdə problem yoxdur. Amma insanlara qadağa verən və yaxud pis örnək olan orqanlar düzəltmək bu qadağandır. Ümumi qadağalara görə bu da qadağandır. Daha doğrusunu Allah bilir. 612-ci sualda qardaş dua edərkən olunan sünnələr barəsində soruşur. Daha doğrusu qardaş soruşur ki, dua edib bitirdikdən sonra duanın sonunda Subhanakallahumma və bihamdik və əşhədu ən la ilahə illə ent və əstəğfiruka və atubu ileyk zikrini demək olarmı? Sual belədir. Yəni bu sualla kifayətlənməmək üçün ümumi cavab vermək istədim. Ümumiyyətlə duanın ədəbləri çoxdur. Bu barədə inşallah bir əlavə bir ders keçib paylaşacağıq inşallah. Ümumi duanın ədəbləri barəsində, duanın fəziləti barəsində bir dərs çəkib paylaşacağıq. Qısa olaraq demək istəyirəm ki, duanın bir neçə ədəbləri var. Bir neçəsini sayacağım daha doğrusu duanın ədəblərindən. Birincisi, dua edən, yəni Allaha qarşı tövhidi güclü olmalıdır ki, Allah Subhanahu taala onun duasını qəbul eləsin.
İkincisi, Allah'a qarşı duasında ixlaslı olmalıdır. Üçüncüsü, Allah'dan ad və sifətləri ilə nəsə istəməlidir. Yəni, ya Ər-Rəhmən, ey Ər-Rəhmən olan Allah mənə rəhm et. Ey Ər-Razzaq olan, ruzi verən Allah mənə ruzi ver. Ad və sifətləri ilə dua etməlidir. Dördüncüsü, Allah Subhanahu taalanın dua eləyən vaxtı Allaha həmd və sənalar etmək, tərifləmək. Beşincisi, Peyğəmbər sallallahu əleyhi və səlləmə salavat getirmək. Altıncısı, qibləyə dönmək. Yeddincisi, əlləri qaldırmaq. Sekizincisi, duanın qəbul olunacağına dair əmin olmaq, yəqin olmaq. Doqquzuncusu, duanı çox-çox istəmək. Allahdan çoxlu-çoxlu istəmək. Onuncusu, dua istəyən vaxtı Allaha yalvararaq, əzilərək, ondan o duanı istəyib ondan qorxaraq Allahdan istəmək. 11-incisi, 3 dəfə dua etmək. Yəni 3 dua etmək. 12-incisi, insanın yeməyinin və içməyinin halal olması, hətta geyiminin belə, yəni haramla bəslənməməsi, halalla bəslənməsi. Bu da duanın qəbul olması üçün səbəblərdəndir. 13-cüsü, duanı gizlində etmək, insanlar qarşısında etməmək. Çünki dua ibadətdir, ibadəti də gizlində etmək lazımdır. O ki qaldı, həmin zikri duadan sonra etməyə, bu zikrin gələn yerləri barəsində Peyğəmbər sallallahu əleyhi və səlləmdən hədis var. Deyir ki, Ayşə radhiyallahu anha buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm elə məclis olmazdı ki, və yaxud elə bir Quran olmazdı ki, onu oxuyub bitirən vaxtı, və yaxud elə bir namaz olmaz ki, namazı qılıb qurtaran vaxtı bu duanı etməsin, bu duanı tamamlamasın. Bu da soruşdum ki, ey Allahın elçisi, hansısı idi? Və Ayşə radhiyallahu anha deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşdum ki, sən elə məclis olmazdı ki, onu bitirəndə, Quranı bitirən vaxtı olmazdı ki, onu bitirən vaxtı və yaxud namaz olmaz ki, o namaz olan vaxtı bu duaları etməyəsən. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurardı ki, kim xeyirlə bitirərsə məclisi, bu xeyir üzərində xeyir olar. Kim şərlə bitirirsə bir məclisi, onun şərrinə bir kəffarə olar bu dua. Dua da belədir ki, Subhanakallahumma və bihamdikə və la ilahə illə əntə və əstəğfirukə və ətubu ileyk kəlmələrdir. Yəni bu göstərilən 3 yerdə gəlib, məclisdən bitirən vaxtı, namazı bitirən vaxtı, bir də Peyğəmbər sallallahu əleyhi və səlləm Quran oxuyan bitirən vaxtı bu duaları eləyərdi. Başqa yerdə, eləcə də duadan sonra bu duanı etmək yoxdur sünnədə. Daha doğrusu Allah bilir. 613-cü sualda qardaş soruşur ki, daimi edilən günahlara tövbə etməliyik. Elə olur ki, bilirsən ki, bu günahı yenə eləyəcəksən və yaxud hələ də eləyirsən. Ona hər gün tövbə etmək lazımdırmı? Bilmək lazımdır ki, Uca Allah bizə tövbə etməyi əmr edib. Uca Allah Quran-Kərimdə buyurur ki, وَتُوبُوا إِلَى اللّٰهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ. Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə nicata uğrayasınız. Başqa ayədə Uca Allah Quran-Kərimdə buyurur ki, Ya eyyuhellezine amenu tubu ilallahi tövbeten nasuha. Ey iman gətirənlər, Allaha nəsuh tövbə ilə tövbə edin. Yəni qayıtmayacaq, o günaha qayıtmayacaq tövbə ilə tövbə edin. Eləcə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə ona tövbə etməyi əmr edib. Və buyurub ki, Ya eyyuhən-nas tubu ilallahi fe inni atubu ilallahi fil yevmi 100 mərrə. Ey insanlar, Allaha tövbə edin. Həqiqətən mən hər gün ərzində Allaha 100 dəfə tövbə edirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm o qədər ibadətlərinə baxmayaraq hər gün Allaha tövbə eləyərdi. Eləcə də alimlər ittifaq ediblər ki, asiliklərdən tövbə etmək vacibdir. O ki qaldı, bir günahı, həmin günahı dəfələrlə eləyirsənsə, bunun tövbəsi, tövbə etmək düzgündürmü və yaxud tövbəsi səhih sayılırmı? Alimlər buyurublar, İbn Qayyim rahimehullah buyurur ki, bir günahı tövbə etmək istəyən vaxt, əgər başqa bir günah edirsənsə, bu tövbə qəbuldurmu? O günah üçün olan tövbə qəbuldurmu? Alimlər iki rəy var. Bəzi alimlər deyir ki, qəbuldur, bəzi alimlər deyir qəbul deyil. Daha doğrusu odur ki, qəbuldur. İnsan günahına tövbə edir, amma başqa günah edir. Amma bir günahına tövbə edirsən, o günahı təzədən edirsən. Bu tövbə düzgün sayılırmı? Alimlər deyirlər ki, xeyr, bu düzgün sayılmır.
Əgər eyni növ günahı eləyirsənsə, bu tövbə düzgün sayılmır. Tövbə etməlisən, bəli, amma onu etməməlisən bir daha. O günahı etməməlisən bir daha. O günaha qayıtdınsa, bu tövbə sayılmır. İnsan tövbəsində sadiq olmayıb, Allah, nəsuh tövbə etməyib. Yəni peşman olmayıb o tövbəsindən. Ona görə onun tövbəsi sayılmır. İnsan çalışmalıdır ki, günahın xırdası və ya böyüyü olsa belə Allaha qayıtsın, dərhal tövbə edib günahlarından bağışlanma diləsin Allahdan ki, Allah onu əfv eləsin. Yoxsa bir kəs bilirsə ki, mən onsuz da siqaret çəkirəm, axşam tövbə eləyim, günahlarım silindi axşam ki, səhər təzədən siqaret çəkəcəm, təzə səhifə açılır, belə bir şey yoxdur. Sən nə qədər ki o siqareti çəkəcəksən, sənə günahlar yazılacaq. Hər gün tövbə eləsən belə ona günahlar yazılacaq. Bəli, ola bilər insan peşmanlayıb, həqiqi tövbə eləyib, siqaretdə və yaxud hər hansı başqa bir günaha həqiqi tövbə eləyib. Amma üstündən illər keçəndən sonra nə vaxtsa yenidən düşüb o günaha, bəli deyə bilərik ki, günahların bağışlanıb, həqiqətən nəsə tövbə etmisənsə, günahların bağışlanıb. Amma yenidən sənin üçün tövbə etmək lazımdır. Yenə tövbəni pozduğuna görə və yaxud həmin günahı yenidən etdiyinə görə. Yenidən tövbə etmək lazımdır ki, bu günahı bir daha etməyəsən. Allah bizi nəsuh tövbə edənlərdən etsin. 614-cü sualda qardaş soruşur ki, səhabələri söyən kəsləri vurmaq olarmı? Xeyr qardaş, belə bir şey etmək olmaz. Ümumiyyətlə, İslamda şiddət heç vaxt ilk növbədə olmur. İslam ilk növbədə insanları gözəl şəkildə İslama dəvət edir. Peyğəmbər sallallahu əleyhi və səlləm kafirlərlə bərə, baxmayaraq ki, səhabələr nədir? Allaha qarşı çıxan kafirlərlə bərə müamilə edən vaxtı gözəl müamilə edirdi. Onlara qarşı pis söz demirdi, pis müamilə eləmirdi, gözəl müamilə edirdi. Amma nə vaxt ki, onlar həddi aşdılar, müsəlmanlara qarşı vuruşdular, o zaman vuruşardı onlarla. Amma ilk öndə çalışmaq lazımdır ki, gözəl müamilə eləyəsən. Bu kafirlərə qarşı belə etsə, hansısa müsəlman kiminsə sözünə görə səhabəni söyürsə, bilməməzliyindən söyürsə, hələ davranmaq olmaz. Onsuz da səhabəni söyən kəs, yəni Allah tərəfindən buna bir bəla verilib ki, Allahın dostlarını söyür və yaxud Allah elçisinin həyat yoldaşına iftira atır. Allahın Quranda təmizə çıxardığı qadınlara iftira atır. Allahın Quranda razı qaldığı səhabələrini söyür. Bəlkə də aldatıblar, inanıb, kiməsə inanıb, bunu bir din bilir, belə eləyir. Gözəl şəkildə davranmaq lazımdır. Əgər həqiqətən o həddə döyülməyə, öldürülməyə layiqdirsə, bunu sən eləməli deyilsən. Bunu müsəlman ölkəsində ölkə başçısı eləməlidir. Ölkə başçısına ərz olunur, dövlət başçısına ərz olunur, o öz tədbirini görür. O istəsə ona hədd olaraq şallaq vurar və yaxud istəsə ölüm cəzası və yaxud hər hansı bir həbs cəzası ilə cəzalandıra bilər. Şəriətdə gələn cəzalarla cəzalandıra bilər. Amma onu sən etməli deyilsən. O layiq olsa belə. Onu sən etsən, ölkədə fovda yaranar, özbaşınalıq yaranar. Kim nə zaman istədi, hökm qaldırıb insanlara Allahın hökmlərini tətbiq etmək istəyər. O hökmlər qazilərə aid, ölkə başçılarına aiddir. Onları tətbiq etmək. Ona görə də sən çalış ki, gözəl şəkildə dəvət edəsən. Sənin üzərində, necə ki, Uca Allah Quran-Kərimdə buyurur ki, "Və mə aleyke illəl bələğ." Sənin üzərində yalnız çatdırmaqdır. Qəbul elərlər, eləməzlər. Onsuz da bu dünyada dövlət başçısı onlara cəza verməsə də, axirətdə Allah Subhanahu taala onlara cəza hazırlayır. Ona görə çalışmaq lazımdır ki, səhabələrə qarşı söyməmək, gözəl danışmaq lazımdır. Kimsə həddini aşıbsa, eləyibsə, onları İslama dəvət etmək, İslamın gözəlliyini, həqiqi İslamı onlara başa salmaq lazımdır, çatdırmaq lazımdır. Çünki onlar onu İslam bilirlər. Elə bilirlər ki, İslam elə budur. Onu söy, bunu söy, səhabəni söy, ona iftira at. Allah daha doğrusu bilir. 615-ci sualda qardaş soruşur ki, Allahın övliyaları kimlərdir? Övliya sözü vali sözündən götürülüb. Vali də yaxın deməkdir. Kim Allahın itaətlərini edərək, əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək, Allaha ixlaslı şəkildə ibadət edirsə, o Allahın övliyasıdır. Allahın vəlisidir. Allahın vəlisi, övliyaları Allahın sevdiklərini sevər, Allahın nifrət etdiklərini nifrət edərdi. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki: "İnne awsaqa urul iman en tuhibbe fillahi ve tubghada fillah." İmanın ən yüksək dərəcəsi
Allah üçün sevib, Allah üçün nifrət etməkdir. Bir kəs Allah üçün sevərsə, Allah üçün nifrət eləyərsə, bu Allahın imanlı şəxsi, Allahın övliyasıdır. Elə olur ki, insanlar elə düşünürlər ki, Allahın övliyaları uzanırlar o qübbələrin altında, başı əmmamələ kəslərdir. Yəni, hansısa bunların bir libası olmalıdır, başında əmmamı olmalıdır, hansısa bir kristollarda oturub, çarpaylarda oturub, insanlara öz ətəyin, əlin öpdürməlidir, tüpürcəyin çizdirməlidir. Elə bilirlər ki, bunlar övliyadır. Xeyr, övliya ola bilsin, sənin geyimində, sənin işlədiyin işi görən kəs də övliya ola bilər. Kim Allahdan daha çox qorxub, Allaha iman eləyibsə, o Allahın övliyasıdır inşallah ki. Həqiqətən Allaha iman eləyib, Allahdan qorxursa, o Allahın övliyasıdır. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, Ələ innə əvliyə Allahi lə xovfun aleyhim və ləhum yəhsənun əlləzinə əmanu və kənu yəttəqun. Bilin ki, Allahın övliyalarına nə qorxu vardır, nə kədər vardır. O kəslər ki, onlar Allaha iman edərlər və Allahdan qorxarlar. Allahın övliyası Allaha iman edib Allahdan qorxan kəsdir. Kimsə deyirsə ki, Allahın övliyası ibadətlərdən məsumdur, o oturmalıdır, o yəqinliyə çatıb, Peyğəmbər sallallahu əleyhi və səlləm ölənə kimi ibadət edib, son anına kimi ibadət edib, ondan böyük övliya var. Bu dünyada ondan böyük övliya olub, Peyğəmbərdən böyük kəs ola bilər, məsum kəs. Kimsə otursun ki, mən ibadət lazım deyil mənə, mən çatmışam yəqinliyə, ibadət eləməyim. Kimisə ki, görsün, ibadət eləmir, Allahdan qorxmur, iman eləmir, o heç vaxt övliya ola bilməz. Hətta alimlər buyurublar ki, bir kəsi görsən ki, göydə uçur və yaxud suyun üzərində gezir, ona aldanma, elə bilmə ki, o övliyadır. Hətta baxasan ki, onun əməli necədir? Əməlində ibadətlərini doğru düzgün yerinə yetirir, Allahın əmirlərini eləyib qadağalarından çəkinir. Bəzən olur ki, görürsən, bir siqaret çəkən, bir şorgöz, kəsin şəkillərin paylaşırlar ki, bu övliya olub. Ömür boyu namaz qılmayıb, ömür boyu şorgöz olub, ömür boyu ağzında papros çəkib. Bunu övliya kimi insanlara tanıdırlar. Onun ocaqlarını yaradıb, insanları aldadıb, oraya aparıb, pul yığdırırlar. Hətta onun şəkillərini paylayırlar ki, hər yerə əvvəl pulla satırdılar. Gördülər ki, alan yoxdur. Havayı paylayırlar ki, tək ki, onların biznesinə gəlib pul atsınlar. Onların yerinə gəlib, evinə gəlib, onların məzarlarına gəlib pul atsınlar. Bunlar pul yeri əldə eləsinlər. Onu övliya adını insanlara sarıyırlar. Övliya elə olmur. Övliya Allahın əmirlərini yerinə yetirib, qadağalarından çəkinəndir. Övliya həm də demir ki, mən övliyayam. Övliya o kəramətləri, Allahın ona verdiyi o kəramətləri gizlətəndir. İnsanlara göstərən deyir ki, ay gəl mən tüpürüm sənin gözünə, gözün açılsın. Belə insanlara irəyanla, insanlara göstərməklə belə övliya olmur. Övliya Allahın seçdiyi şəxslərdir ki, o fəhlə qılığında da ola bilər, fəhla geyimində də ola bilər, fəhla da ola bilər, o müdür də ola bilər. Yalnız Allaha iman edib, Allahın qadağalarını qoruyub, əmrlərini yerinə yetirirsə, o övliya olur. Yoxsa onlara inanmayın. 616-cı sualda qardaş soruşur ki, günəşlə ay qiyamət günü oda atılacaq. Çünki rivayətlər var. Səhih Buxaridə gəlib, Əbu Hüreyrədən gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Əş-şəmsu vəl-qamaru mukawwiranu yawmal-qiyamah." Günəşlə ay qiyamət günü bükülmüş halda olacaq. Başqa rivayətdə gəlib ki, bükülmüş halda odda olacaq. Bu rivayət Buxari Müslimdə gəlməsə belə səhih rivayətdir. Odda olacaq. Bükülmüş halda, yəni Allah tərəfindən bükülüb və onun işığı sönüb, o halda cəhənnəm odunda olacaq. Bu hədisi rivayət edən vaxtı Hafiz İbn Həcər rahimehullah Buxaridəki hədisi gətirir ki, günəşlə ay bükülmüş halda olacaq. Bəzzər rahimehullahın o əlavəsini gətirir ki, bükülmüş halda cəhənnəmdə olacaq. Həsən rahimehullah buyurur ki, onların günahı nədir ki, cəhənnəmdə olacaq? Əbu Sələmə radiyallahu anh buyurur ki, mən sənə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisini gətirirəm. Sən deyirsən ki, onların günahı nədir? Alimlər bu barədə bir neçə fikirlər bildirmişlər. Nəyə görə cəhənnəmdə olacaq? Bəzi alimlər deyirlər ki, o oddan yaranıb, oda da qaytarılacaq. Bəzi alimlər deyirlər ki,
Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, İnnekum və mə tə'budun min dunillahi hasabu cəhənnəmə entum ləhə varidun. Deyir ki, siz və sizin ibadət etdikləriniz hamısı cəhənnəm yanacağı olacaqlar. Cəhənnəmdə yanacaqlar olacaqlar. Siz ora qaracaqsınız. Deməli, Allah Subhanahu taala o oda və yaxud günəşə, aya ibadət edənlərə ibrət olsun deyə onları göstərmək üçün, yəni sizin ibadət etdikləriniz də cəhənnəmdədir deyə Allah Subhanahu taala onu cəhənnəmə qoyacaq. Cəhənnəmə qoyacaq o demək deyil ki, onlar orada əzab çəkəcəklər. Necə ki, Xattabi rahimehullah buyurur ki, burada məqsəd o deyil ki, onlar orada əzab çəkəcəklər. Lakin onları qınamaqdır ki, budur sizin ibadət etdikləriniz. Onlar da sizinlə bir yerdə cəhənnəmdədir. Necə ki, İsmail rahimehullah buyurur ki, yəni onların odda olması, yəni onların əzab çəkməsinə göstəricisi deyil. Yəni onlar o demək deyil ki, cəhənnəmdə əzab çəkəcəklər. Lakin Allah Subhanahu taala bəzən elə edir ki, cəhənnəmə o insanlara, hansı ki, insanlar və cinlərdən olan cəhənnəmə atəşinə düşənlərə əzab şəkli olaraq ora bəzi vasitələr qoyur. Misal üçün, mələklər də olacaq cəhənnəmdə. Onlar orada insanlara, günahkarlara, kafirlərə əzab verəcəklər, Allahın əzabını onlara çatdıracaqlar. Və yaxud daşlar olacaq, o daşları qızdıracaq ki, o daşlarla yəni insanlar yansın. Əgər belə olsaydı, Uca Allah Quran-ı Kərimdə buyurur ki, "Fəttəqun nərəl-ləti vəquduhən-nəsu vəl-hicara." O oddan qorxun ki, cəhənnəm odundan onun yanacağı insanlar və daşlar olacaqdır. Yəni onda gərək daşlar üçün də deyək ki, daşların nə günahı vardır ki, onlara əzab olunacaq. Xeyr, yanaraq onlara əzab olmayacaq. Onlardan Allah Subhanahu istifadə edəcək insanları atəşin daha da şiddətləndirmək üçün. Ona görə günəş də ay qiyamət günü odda olacaq, bəli, amma onlara əzab olaraq yox. Daha doğrusunu Allah bilir. 617-ci sualda qardaş soruşur ki, ölü heyvanın dərisindən istifadə etmək olar. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, "İzə dubiğal ihabu faqat tahur." Əgər dəri duzlanıb qurudularsa, o zaman təmiz olur. Deməli, dərinin təmiz olması üçün duzlanıb qurudulması lazımdır. Necə ki, bu barədə Meymuna radiyallahu anhə gəlir, bir quzu hədiyyə edirlər, o da ölür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib gördükdə deyir ki, nə üçün onun dərisini götürüb, onun duzlayıb, qurudub, ondan istifadə etmirsiniz, faydalanmırsınız və yaxud satmırsınız onu. Onlar deyirlər ki, axı o meyitdir, leşdir, ölüb axı. Yəni bir quzu kesilməmiş öldüsə o leş sayılır və yaxud heyvan, hər hansı bir heyvan. Leş sayılır, onu yemək haramdır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onun yeyilməsi haramdır. O leş ətin yeyilməsi haramdır. Amma onun dərisindən duzlayıb qurudandan sonra istifadə etmək olar. Burada deməli bu dərilər ümumi olaraq 5 hala bölünür. Birinci hal, o həmin heyvandan o dərini diri-diri dərisini çıxarırlarsa, o zaman olmaz. Bu həm heyvana zərər olduğuna görə, həm də ki, çıxaran vaxtı artıq mındar olur. Ona görə ondan istifadə etmək olar. İkinci hal, əti yeyilən heyvanların, əgər ölməyib düzgün kesilərlərsə, dərisindən istifadə etmək olar, heç bir problem yoxdur. Üçüncü hal, əti yeyilən heyvanlar kəsilməmiş ölübsə, yəni leş kimi ölübsə, dərisi duzlanıb qurudulduqdan sonra onun dərisindən istifadə etmək olar. Dördüncü hal, donuz, it və s. kimi belə murdar heyvanların dərisindən heç bir halda istifadə etmək olmaz. Beşinci hal isə yırtıcı heyvanlar, onların da dərisindən istifadə etmək olmaz. Onlar çünki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bəbir barəsində, yırtıcı bəbir barəsində deyir ki, onun dərisindən istifadə etmək olmaz. Burada daxildir yırtıcı heyvanlara ayı dərisidir, aslan dərisidir, yırtıcı heyvanlara heç birinin dərisindən istifadə etmək olmaz. Daha doğrusunu Allah bilir. 618-ci sualda qardaş soruşur ki, süni intellektdən doğru dini soruşmaq olar. Bəzən soruşurlar, deyirlər ki, süni intellektdən. Deyirlər ki, doğru din hansıdır, bizə doğru din barəsində xəbər verir. O da xəbər verir, doğru din İslamdır, mən insan olsaydım İslam dinini seçərdim və s. Belə videolar qarşımıza çıxır. Ümumiyyətlə, belə videolarla İslam'a dəvət etmək olmaz. İslamın belə şeylərə ehtiyacı yoxdur.
İslamı Allahın sənə buyurduğu kimi çatdır insanlara. Belə sən belə edəcəksən, bir xristian da öyrədəcək o süni intellektdə. Çünki asan da onu öyrətmək. Ona nəyi deyirsənsə, elə də onu da cavab ver. Yəni deyəcəksən ki, mən səndən soruşacağam ki, süni intellekt deyəcəksən ki, mən səndən soruşacağam ki, doğru din nədir? Sən mənə deyərsən ki, doğru din nəsranilikdir və s. O da elə cavab verəcək. Burada heç bir problem yoxdur. Onları belə öyrədirsən, belə cavab verirsən. Yəni onlara etibar yoxdur. Doğru dini bilmək üçün, insanlara çatdırmaq üçün doğru dinin gözəlliklərini insanlara çatdır. İslamın gözəlliklərini İslama çatdır. İslamın gözəlliklərini insanlara çatdıran alimlərin dərslərini insanlara paylaş. Paylaş. Yoxsa sən belə eləyəcəksən, başqası da çıxıb başqa cür video çəkib paylaşacaq ki, doğru din bu imiş. İnsanları siz aldadırsınız. Belə şeylər çox olur. İnsanlar gəlir, heç süni intellekt olmasın. Dini düzgün çatdırmayan insanlara fəsadı çox böyük olur. Ona görə də alimlərimiz bizi İslam dinini doğru düzgün çatdırmağı öyrədir. Yəni necə lazımdır? Quranı oxu, hədisləri oxu, onlara Quranı, hədisləri, alimlərin sözlərini çatdır. Yoxsa hardasa səmada hansısa bir işarə Allah kəlməsinə oxşuyub, onu çəkib paylaşır ki, insanlara budur, deməli İslam dini haqdır. Sabah da hansısa bir buludda, hansısa bir işarə görəcəklər, bu xaç işarəsidir, doğru din budur. Yəni belə insana dəvət olmur. Hansısa bir ağacın əyilmə şəkli, təbii ki, biz iman getirmişik ki, ağaclar Allaha ibadət eləyir. Bütün yaradılış Allaha ibadət eləyir. Bunu ayələrlə, hədislərlə, dəlillərlə çatdırmaq lazımdır insanlara. Hansısa şəkil nəyəsə oxşayıb və yaxud hansısa bir süni intellektdən soruşmaqla doğru dini suallarınızı alimlərə yönəldirin. İslamı düzgün çatdıranlara, İslamı düzgün çatdıran elm əhlinə soruşun. Onların dərslərin, onların dediklərini insanlar arasında paylaşın ki, doğru dini insanlar həqiqətən görsünlər, ayırsınlar. Yoxsa belə yox. Daha doğrusunu Allah bilir. 619-cu sualda qardaş soruşur ki, cənazə namazını imamdan öncə qılmaq olar. Sualın əsli belə verilib ki, qadınlar çox vaxt olur, baş verir. İmamla bir yerdə kişilər gedib cənazə namazını qılırlar. Amma qadınlar qalır. İmam çünki bastırmamışdan az öncə qılır namazı, sonra bastırırlar dərhal. Qadınlar isə qıla bilmirlər. Necə etsinlər? İmamdan öncə qıla bilərlərmi? Ümumiyyətlə, İmam Nəvəvi rahimehullah buyurub ki, cənazə namazını tək-tək də qıla bilərsən. Amma cənazə namazı cəmaatla qılmaq daha fəzilətlidir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, elə bir müsəlman yoxdur ki, ölən vaxtı onun arxasında 3 səf cəmaat cənazə namazı qılsın, ona cənnət vacib olmasın. Yəni müsəlmanlar qılarsa cənnət vacib olar cəmaat şəklində. Ona görə cəmaat şəklində qılmaq lazımdır. Amma qıla bilməyənlər, necə ki, Ayşə radiyallahu anhadan gəlib ki, Ayşə radiyallahu anha, yəni Səd bin Muaz radiyallahu anhunun ölən vaxtı onun cənazəsini qılır və Peyğəmbər sallallahu əleyhi və səlləm başqa zövcələrinə də tapşırır ki, gedib onlara cənazə namazı qılsın. Onlara qılınmamış və yaxud məsciddə gedib onlara tək-tək cənazə namazı qılsın. Bunda heç bir problem yoxdur. Hətta çıxıb qıla bilmirlərsə, cəmaatla qıla bilmirlərsə qadınlar və yaxud cəmaat birbaşa qəbirstanlıqda qılıb birbaşa dəfn edirlərsə, evdə qılıb sonra çıxarta bilərlər cənazəni. Burada heç bir problem yoxdur. Daha doğrusunu Allah bilir. 620-ci sualda qardaş soruşur ki, imam cəmaatla namazı bitirəndən sonra üzünü cəmaat namazına çevirməlidirmi? Bəli, bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayətlər gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm namazı bitirdikdən dərhal sonra, az müddət sonra üzün cəmaata tərəf çevirərdi. Bəzi alimlər deyirlər ki, bu az müddət 3 dəfə əstəğfirullah kəlməsi deyilən müddətdir. Bəzi alimlər deyirlər ki, 3 əstəğfirullah, bir Allahümmə entəs-sələm və minkəs-sələm təbarəkdə ya zəlcəlal və ikram kəlməsi deyəndən sonra dönərdi cəmaata sarı. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin təvazökarlığını göstərərdi və insanlara təvazökarlığı öyrətərdi. İnsanlara arxası çevirməzdi, dərhal namazdan sonra üzün çevirərdi insanlara tərəf. Bəzi imamlar üzün çevirmir. Biraz sağa və yaxud biraz sola dönürlər. Üzün birbaşa insanlara tərəf çönürlər. Bu da düzgün deyil. Sünnə odur ki, üzünü cəmaata tərəf çöndərəsən. Ola bilsin ki, bəzi imamlar elə başa düşüblər, bəzi rivayətlərdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sağdan və yaxud soldan, yəni kim deyərsə ki, sağdan dönərdi və yaxud soldan dönərdi, o yalan danışır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm hər iki tərəfdən dönərdi, arxa tərəfinə. Yəni üzü qibləyə namaz qılırdı, arxasında cəmaat var idi. Bəzən olardı ki, sağdan dönərdi cəmaat tərəfə, bəzən olardı ki, soldan dönərdi, amma üzün tam olaraq
cemaata çevirərdi. Daha doğrusunu Allah bilir. 621-ci sualda qardaş soruşur ki, bir əməlin niyyəti hər dəfə təkrarlanmalıdır. Yəni, aliyə sədəqə verirəm, aliyə xərcləyirəm və yaxud hər hansı bir əməl eləyirəm, dəfələrlə bunu təkrar niyyəti təzələməliyəm. Ümumiyyətlə, bilmək lazımdır ki, niyyət elə bir şeydir ki, bu əməllərin ruhudur. Yəni, əməlin düzgün olması o niyyətdə bağlıdır. Necə ki, hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İnnəməl a'malu bin-niyyat və innəmə likulli imri'in mə nəvə." Həqiqətən əməllər niyyətlərə bağlıdır. Hər bir kəsə etdiyi niyyət qalacaqdır. Niyyət bəzən mübah əməlləri belə itaətlərə, ibadətə çevirə bilir. Ona görə də buna çoxlu diqqət yetirmək lazımdır. Çalışmaq lazımdır. Niyyət yalnız Allah üçün olsun, ixlaslı olsun. Riya və sum'a qarışmasın. Yalnız Allah üçün olsun. Və niyyət özü iki növdür. Birincisi vacib niyyət, ikincisi müstəhəb niyyət. Vacib niyyət dəstəmazın niyyəti kimi, namazın niyyəti kimi, namazların niyyəti kimi, həcc, zəkat, orucun niyyəti kimi bunlar vacib niyyətlərdir. Bunlarda o niyyət olmasa əməl batildir, sayılmır. Çünki əməlin qəbul olması üçün iki şərt var. Niyyət, ixlaslı olmaq, ikincisi Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinə müvafiq olmasıdır. Əgər olmasa batildir, əməl qəbul olunmur. Ona görə vacibdir. İkinci növ isə, müstəhəb növ isə, bu da hər hansı bir gündəlik etdiyi mübah əməllərdədir, hansısa sədəqədədir. Bu əcri və savabı artırmaq üçün olan niyyətdir. Müstəhəb olsa belə insanlar çoxu bundan qafildir. Bəzən olur, bəzən deyəndə həmişə insan qazanır, evinə xərcləyir, ailəsinə xərcləyir. Amma fərqinə də varmır ki, o niyyətini düzəltməsə ona savab getmir. Savab gedir daha doğrusu, o əlavə əcr, savab əldə eləmir. Ona görə diqqətli olmaq lazımdır. Çox insan bundan xəbərsizdir. Və çalışmaq lazımdır ki, hər dəfə ailəyə xərcləyən vaxtda, onsuz da hər dəfə alırsan, bil ki, bunun sədəqədir. Yəni Allah elçisi sallallahu əleyhi və səlləm hədisində buyurur ki, sizin ən xeyriniz ailəsinə qarşı xeyirli olanıdır və sizin aranızda ailəsinə qarşı ən xeyirli olan da mənəm deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Eləcə də başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İnnəkə lən tunfiqə nəfaqatan təbtəği biha vechallah illə ucirtə aleyhə hatta ma tec'alu fi imratik." Deyir ki, sən xərclədiyin elə bir sədəqə yoxdur ki, onu Allah üçün etsən, onda savab qazanmayasan. Hətta həyat yoldaşının ağzına qoyduğun loxmada belə sənin üçün sədəqə vardır. Deməli, Allah üçün olarsa, evə xərclədiyin, həyat yoldaşına xərclədiyin, övladlarına xərclədiyin gündəlik mübah əməllərdə belə hər kəs paltar alır, hər kəs yemək alır hər gün evinə. Onda belə sənin üçün sədəqə var. Təbii ki, niyyətini düzəltib Allah üçün etsən. Hər dəfəsində niyyətini düzəltmək lazımdır. Unutdun, inşallah ki, həmin savabdan məhrum olasan. Allah bizi hər bir savabın, hər bir xeyrin əməlini müvəffəq etsin. Və sonuncu sual, 622-ci sual soruşur ki, axirəti istəyən möminin vəsifləri nələrdir? Ümumiyyətlə, möminin vəsifləri barəsində Uca Allah Quran-ı Kərimdə bu arada bizə xəbər verib. Uca Allah Möminin surəsinin 1-ci 11-ci ayələrində buyurub ki, "Qad əfləhəl müminun" deyərək başlayıb. Həqiqətən möminlər nicat tapmışlar. O kəslər ki, namazında xuşu içərisindədirlər. O kəslər ki, boş sözlər və hərəkətlərdən üz döndərərlər. O kəslər ki, zəkat verərlər. O kəslər ki, ayıb yerlərini zinadan qoyruyarlar. Ancaq zövcələri yaxud əllərinin altındakı cariyələr istisna olmaqla, şübhəsiz ki, buna görə onlar qınanmazlar. Bundan artığını istəyənlər isə məhz həddi aşanlardır. Möminlər o kəslərdir ki, əmanətlərinə və verdiyi sözlərə riayət edərlər. Namazlarında daimidirlər. Onlar əsir varislərdirlər. Onlar əbədi qalacaqları Firdos cənnətinə varis olacaqlar. Möminin surəsində Uca Allah belə vəsf edir. Eləcə də Uca Allah Ənfəl surəsində də buyurur ki, "İnnəməl mu'minunəl-ləzīnə izə zukirallahu vəclət qulubuhum və izə tuliyət aleyhim ayətuhu zədəthum imanə və alə rabbihim yətevəkkalun." Möminlər o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbləri qorxuya düşər, onun ayələri oxunduğu zaman imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər. Onlar namazı düzgün bir şəkildə qılar və verdiyimiz ruzidən infaq edər. Həqiqətən onlar əsl möminlərdir. Onlar üçün Rəbbi dərgahında cənnətdə dərəcələr, bağışlanma və bitməz, tükənməz bir ruzi vardır. Uca Allah belə vəsf edir möminləri. Və eləcə də başqa ayələrdə möminlərin vəsfləri haqqında çox danışılıb, çox xəbər verilib. İbn Qayyim rahimehullah bir neçəsini bir yerə yığıb. Yəni axirəti istəyən möminlərin vəsflərin bir yerə yığıb. Və buyurur ki, İbn Qayyim rahimehullah, mömin bir vadidədir, digər insanlar isə başqa bir vadidədirlər. Mömin itaətkar, təvazükar, salamat qəlbli,
Allahı zikr etməyə sürətli meyl edən qəlb sahibidir. Allahdan başqa hər şeyə qarşı zahid olan kəsdir mömin. Allaha yaxınlaşdıran hər bir əmələ rəğbət göstərəndir. Əlində olanlara çox sevinməyən və dünya işlərində itirdiklərinə təəssüflənməyəndir mömin. Ona aid olmayan şeylərə qatışmayan, çatışmayan şeylər, yəni az olan şeylərdə xəsislik etməyən kəsdir mömin. Vəsfləri sadiqlikdir, iffətdir, fədakarlıqdır, təvazökarlıqdır, təmkinli və alicənablıqdır. Qınamayan, çəkişməyən, israrla tələb etməyən və heç kəs üzərində öz haqqını görməyəndir. Öz işlərinə yönəlmiş, qardaşlarına ikram edən, öz vaxtına xəsis olan və dilini qoruyandır mömin. Mömini belə vəsf etmişdir İbn-i Qayyim rəhməllah. Allahdan istəyirəm ki, Allah da bizi həmin mömin kəslərdən etsin. O kəslərdən ki, ibadətlərində, sözlərində, əməllərində Allaha qarşı və insanlara qarşı sadiqdirlər. O möminlər ki, cənnətin varislərindəndirlər. Allah məni və sizi o kəslərdən etsin. Burada tamamlayırıq. Allahdan istəyirəm ki, Allah bizi eşitib faydalananlardan etsin. Yenə də xatırlatma olaraq deyirəm ki, videoları bəyənin, paylaşın ki, daha çox insan faydalana bilsin. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illa ent və estəğfiruke və etûbü ileyk.